Təzə bir mod çıxıb eşitmişəm. Bu illət, bu xəstəlik bizim kəndə də gəlir. Ölü öldü mü birinci adnası xəngəl bişirmək. Xəngəl yemək. Birinci adnası xəngəl. Niyə xəngəl? Bu ölən adam xəngəli çox sevirmiş. Xəngəl bişirib qavana qoyan yox idi ki, qardaş ye ilə də, həyatdasan ye. Öləndən sonra bu bunu istəyirmiş. Xəngəl bişirəcəklər. Üstə də sokları qoyacaqlar. Adı da ölü bunu istəyirmiş. Siz kim aldadırsınız? Adam öldü, çıxdı, getdi, ahirətdədir. Onun bu dünya ilə əlaqəsi kəsilib. Bu yanlış məfhumdur. Ruh gələr, aynanın qabağında durar. Xəngəl bişmişsiniz, haqqım sizə halal olsun. Xəngəl yoxdur, eləmi? Hamınıza haqqım haram olsun. Güya ölü gəlib belə deyirmiş. İndi düşünün, bir gün xəngəldir modda. Sabah bir lülə çıxacaq. Bu adam lülə yəyən adam idi. O bir gün bozbaş çıxacaq. O bir gün dolma, kələm. Min cür şey. Ölünün adını uydur, ot ye içki ilə. Bunların heç birinin qardaşlar ölü ilə əlaqəsi yoxdur.